sınaq. Birinci blokdan sınaq 10-un izahını verirəm. Deməli, uşaqlar mövzu sınaqlarından sonuncudur. Bundan sonra başlayır artıq ümumi sınaqlar və çox gözəl suallar var orada. Mütləq işləyin onları. Vakuumda yanan işığın fotonun tezliyini 2 dəfə artırdıqda sürəti, dalğanın sürəti asılıdır mühitin xassələrinə. Bu mexaniki dalğalarda da belədir, elektromaqnit dalğalarda da belədir. Ona görə də mühit dəyişmədiyinə görə dəyişməz. Sükunətdə olan elektronun hansı sürətləndirici o potensial fərqini keçməlidir ki, aldığı enerji tezliyi nə olan foton enerjisinə bərabər olsun? Deməli, U bərabərdir mv kvadrat bölü 2-dir və buradan da deyir foton enerjisinə bərabər olsun h-nü. Deməli, U bərabər h-nüyə edirik və buradan da U bərabərdir. Bizdən onu soruşur. H-nü bölünsün Y. B variantı. Həyətdə qoyulmuş fənər axşam düşdükdə öz-özünə yanır, səhər açılanda isə sönür. Bu nəyin vasitəsilə həyata keçir? Təbii ki, fotoelementin günəş batareyalarının demək olar ki, enerjini özündə yığır. Daha sonra işıq kəsildikdən sonra başlayır işə düşməyə. İşıq enerjisi kəsildikdən sonra. Dördüncü verilmiş metal üçün fotoeffektin qırmızı sərhədinə uyğun tezlik minimumdur. Fotoelektronların maksimal kinetik enerjisi düşən foton enerjisindən 3 dəfə az olarsa. Y kinetik bərabərdir. Y foton bölünsün 3. Deməli, metal üzərinə düşən işığın dalğa uzunluğu nəyə bərabərdir? Deməli, fotoeffekt tənliyiniz belədir. Y foton bərabərdir. Y kinetik üstə gəlinsin, A çıxır. Və burada Y kinetikin yerinə də Y foton bölü 3 yazaq. Deməli, uşaqlar, onda belə bir ifadə alarıq. Kinetikin yerinə Y foton bölü 3 yazsaq. Y foton çıxılsın, Y foton bölü 3. Y foton çıxılsın, Y foton bölünsün 3 və digər tərəfə keçirdim. Bərabərdir A çıxışı. A çıxışın da yerinə H-nü minimum yazıram. Çünki bizə minimum verib. Deməli, Y foton çıxılsın, Y foton bölü 3. Bu bizə verəcək 2Y foton bölü 3 və Y fotonun da yerinə dalğa uzunluğunu soruşduğuna görə HC böl lambda yazıram. Aşağıda bir 3'ümüz var idi. Bərabərdir H-nü minimuma. Buradan H-lar gedir. Bizdən lambdanı soruşur, yerini dəyişirik. Deməli, belə olacaq. Lambda bərabərdir, H-lar getdi. 2S lambda bərabərdir. 2S bölünsün 3-nü minimuma. Görək, harada var? 2S bölünsün 3 minimum S variantında. Daha sonra uşaqlar 5-ci sual. Fotoeffekt hadisəsini müşahidə etmək üçün sezium çıxışı 1,9 elektron volt, kalsiumda 2,7 elektron volt maddələrindən hazırlanmış katodlar üzərinə narıncı və göy rəngli şüalar salınır. Eller-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Narıncı üçün və göy üçün düşən işığın enerjisi H-nü, yəni foton enerjisi 2,1 elektron volt, bir də 2,8 elektron volta bərabərdir. İndi uşaqlar bizə deyir ki, uyğunluğu müəyyən edin. Görək bizdən nə yazıb burada. Katod üzərinə narıncı rəngli işıq şüası salındıqda fotoeffekt hadisəsi müşahidə olunur. Fotoeffekt hadisəsinin müşahidə olması üçün uşaqlar düşən işığın enerjisi çıxış işinə böyük bərabər olmalıdır və görürük ki, narıncı işıq şüası göndərsək, ikincidə kalsiumda fotoeffekt müşahidə olunmayacaq, amma seziumda fotoeffekt hadisəsi müşahidə olunacaq. Ona görə 1 gəldi bura. Daha sonra katod üzərinə göy rəngli işıq şüası salındıqda fotoeffekt, göy rəngli işıq şüası salındıqda 2,8-dir və hər ikisindən də böyük olduğuna görə deməli ikisindən də müşahidə olunur. Katoddan qopan fotoelektronların maksimal kinetik enerjisi daha böyükdür. Gəlin baxaq. Kinetik enerjinin düsturu Y foton çıxılsın A çıxışdır. Y foton çıxılsın A çıxışdır. Baxaq görək Y fotonun hansı halda çıxdı daha böyük qiymət alırıq. Deməli 2,1 elektron voltdan, 2,1 elektron voltdan çıxsaq əgər 2,1-dən 1,9-u çıxsaq, alacaq ki 0,2. İndi bunlar da yoxlayaq. 2,8-dən 2,7 çıxsaq 0,1 alırıq. 2,8-dən 1,9-u çıxsaq alırıq 0,9. Deməli, ən böyük olacaq seziumda. 3 gəldi bura. Daha sonra maksimal kinetik enerjisi daha kiçik olur. Təbii ki, 0,1 aldığımız 4 bura gəldi. Qırmızı sərhədə uyğun dalğa uzunluğu daha kiçik olur. Qırmızı sərhədə uyğun dalğa uzunluğunun kiçik olması üçün çıxışı daha kiçik olmalıdır. Çünki A çıxışın düsturu HC bölünsün, lambda maksimaldır. Lambda maksimal. Çıxış nə qədər böyükdürsə, maksimal deməli dalğa uzunluğu daha kiçik olur. Bizdən də kiçiyini soruşduğuna görə çıxışı böyük olan, yəni kalsiumu götürürük. 5 də gəldi bura. 1, 3, 4, 5, 2. 1, 3, 4, 5, 2 D variantı. Daha sonra uşaqlar 6 nömrəli tapşırıq. Fotoeffektin qırmızı sərhədi narıncı işığa uyğundur. Metal üzərinə düşən yaşıl işığı bənövşəyi işıqla əvəz etdikdə fotoelektronların maksimal kinetik enerjisi və metaldan çıxışı. Metaldan çıxışı uşaqlar yalnız asılı metalın növündən və metal dəyişmədiyinə görə narıncı işığa uyğun idi. Qırmızı sərhədi olduğu kimi qarı dəyişməz. Cavab ya A-dır ya da B-dir. İndi biz baxaq, Y foton bərabərdir, Y kinetik üstə gəlinsin, A çıxışdır. A çıxış dəyişmədi, amma kinetik enerji nəyə bərabərdir? Y foton çıxılsın, A çıxışa. Deməli, uşaqlar,
Y foton açılış dəyişmədi, heç o getdi. Bir dənə qaldı Y foton. Y fotondakı uşaqlar H-nüdür. Yəni işığın tezliyi artdıqca deməli kinetik enerjisi nə edəcək? Artacaq. İndi baxaq, əvvəlcə deyir narıncı işığa yaşıl işığı göndərmişdi. Daha sonra isə bənövşə işıqla əvəz edib. Deməli uşaqlar sizin sıranız budur. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Aşağı doğru gəldikcə tezliyi artır. Deməli uşaqlar H-nü fotonun enerjisi artdığına görə kinetik enerji də artar. B variantı. Daha sonra uşaqlar 7 nömrəli tapşırıq. Fotonun dalğa uzunluğu 2 dəfə artırdıqda impulsu P bərabər H bölünsün lambda sizə çox lazım olacaq bir düsturdur. Dalğa uzunluğu ilə tərs mütənsib asılı olduğuna görə 2 dəfə artdıqda 2 dəfə azalar. A variantı. 8. Planck sabiti hansı vahid ilə ifadə oluna bilər? Olunur. Deməli uşaqlar, Planck sabitinin vahidi Y bərabər H-nüdəki H Planck sabitidir. Vahid də olacaq joule bölünsün, enerji bölünsün tezliyi, yəni hersə. Joule bölünsün hers. Hersin də yerinə əgər 1 bölünsün saniyə yazsaq, joule bölünsün 1 böl saniyə. Saniyə də qalxacaq yuxarı, olacaq joule vurulsun saniyə. Baxaq uşaqlar. Elə joule bölünsün hers verilib Y variantı. 9-da maddələrdən hansıların üzərinə enerjisi 3,2 elektron volt olan fotonlar düşdükdə fotoeffekt müşahidə olunar. Yenə deyirik, fotonun enerjisi çıxış işindən ya böyük olmalıdır, ya bərabər olmalıdır ki, fotoeffekt hadisəsi baş versin. 3,2, yəni bizə lazımdır çıxış işləri. Çıxış işləri müqayisəsində çıxış işləri kiçik olanları götürmək lazımdır və ya bərabər. Demək 3,2-dən var 1,8 kiçik, 5,3 böyük də olmaz, 4,2 böyük də olmaz, qaldı 2,2. Deməli olacaq sezium və kalyum. Sezium və kalyum C variantı. Onda fotoeffektin fotoeffektin tezliyə görə qırmızı sərhəddə maddənin çıxışına asılıq qrafika hansıdır? Deməli uşaqlar, A çıxışın düsturdakı H minimumdur. A çıxış bərabərdir H minimum. Deməli uşaqlar, H sabit kəmiyyətimizdir. Minimum da A çıxışla düz mütənasib, yəni metalın növündən düz mütənasib asılıdır. Vakuum fotoelementin voltamper xarakteristikası verilmişdir. Düşən işığın tezliyini və intensivliyini dəyişmədən. Metal katoda çıxışı daha böyük olan digər metal katodla əvəz etsək, çıxışın böyütdükcə. A çıxış 2, böyük A çıxış 1, yəni metalı dəyişiblər. Fotocəryan müşahidə olunarsa, cəryanın I0 qiyməti və gərginliyi U0 qiymətinin modulu. Deməli uşaqlar, İdoymanın düsturu bizdə İdoyma bərabər NY-dir. Yəni İdoyma NY-yə bərabərdir və buradakı kəmiyyətlərdən asılıdır. Bir də işığın intensivliyindən asılıdır. Çıxış işindən asılılığı yoxdur. A çıxışdan asılılığı yoxdur. Ona görə dəyişməz. Ona görə A, D, Y variantları getdi. Qaldı B və C. U0 bir də bizdən soruşur. Gəlin baxaq. Fotoeffekt tənliyimiz üçün YK bərabərdir. YU üstə gəlsin A çıxışdır. Çıxış işini artırsaq, deməli Y fotonun sabit qalması üçün, çünki eyni işıq göndərilir, tezliyi falan dəyişməyiblər. Y foton sabit qaldıqda YU nə etməlidir? Azalmalıdır. Biri azalmalıdır, biri artmalıdır ki, Y foton sabit qala bilsin və ya YU bərabərdir yazsaq ki, Y foton çıxış. Y foton sabitdir, açılış da artdığına görə qarşısında mənfi var. Bu da nə etməlidir? Azalmalıdır. Deməli, dəyişməz azalar C variantı. 12. Fotoeffekt zamanı verilmiş metal müxtəlif enerjili fotonlarla şüalandırıldı və təcrübənin nəticələri cədvəldə qeyd edildi. Dir X, Y və Z xanlarına uyğun qiymətləri tapın. Eyni metal olduğuna görə uşaq çıxışı dəyişməz. Çıxışı olduğu kimi qalır. Ona görə X-i tapsaq, Y-də ona bərabər olmuş olacaq. X-i tapmaq üçün, A çıxışı tapmaq üçün Y foton bərabərdir. Y kinetik üstə gəlinsin A çıxış ifadəsindən. Y kinetik maksimum üstə gəl A çıxış ifadəsindən. Y foton 4-dür. Bərabərdir. 1 üstə gəl A çıxış. Alarıq ki, A çıxış da bərabərdir 3-ə. Bura 3-dür. Y də 3-dür. Deməli, Z-i tapmaq lazımdır. Z-i tapmaq üçün, yəni kinetik enerjini tapanda da fotondan A çıxışı çıxırıq. Foton 7-dir. A çıxış 3-dür. Bu da olacaq 4. Deməli, belə oldu. X, Y ikisi də 3-3. Bu isə 4 B variantı. 13 nömrəli tapşırıq. Sink lövhəni müxtəlif tezlikli və intensivli şüalarla işıqlandırdıqda fotoeffekt müşahidə olunur. Diaqramdakı nöqtələrə uyğun vahid zamanda qopan fotoelektronların sayı arasındakı hansı münasibət doğrudur? Deməli, uşaqlar bizdən soruşur ki, 3, 2 və 1. Deməli, uşaqlar, əgər voltamper xarakteristikamız çəksək, 3, 2 bir doyma cəryan şərtinə uyğundur və buradan da çəksək, 1 isə bir doyma cəryan şərtinə uyğundur və İdoymanın da düsturu NY böl T'dir. Sadəcə vahid zaman dedik, T'ni yazmırıq və görürük ki, say İdoyma ilə düz asılıdır. Ona görə də N2 bərabərdir N3 və gördüyümüz kimi böyüklər nədən?
n1-dən. n2, n3 bir-birinə bərabərdir və n1-dən böyükdür. C variantı. Daha sonra 14. Verilmiş metaldan hazırlanmış katod üzərinə düşən işığın tezliyini dəyişmədən intensivliyini artırdıqda. Tezliyi dəyişməyib, amma intensivliyi artırıb. Tezliyi dəyişmədən intensivliyini artırdıqda. Hansı fiziki kəmiyyətlərin qiyməti dəyişməz? Kinetik enerji uşaq fotoeffekt dövründə nə deyirdi? Kinetik enerji düşən işığın intensivliyini asılı olmayıb, tezliyindən asılıdır. İntensivliyini artırdığımıza görə kinetik enerjisi dəyişməz, amma qopan elektronların sayı I doyma bərabər n-y idi və dedik ki, I doyma n və I bunlar bir-birlərindən düz mütənasib asılıdırlar. Sayı artdığına görə, deməli, qopan elektronların sayı, intensivliyi artdığına görə sayı da artacaq. 2. Doyma cərəyan şiddəti, bəli, 2 və 3. A variantı. Bizdən soruşur dəyişməz. Dəyişməz soruşduğuna görə yalnız kinetik enerji olacaq Y variantı. 15. Fotocəryan şiddətinin gərginliyi asılı qrafiki verilmişdir. Katoddan vahid zamanda qopan fotoelektronların sayı I doyma bərabər Ny. I doymanı sizə verib 16 milliamper, yəni 16 vur 10 üstü mənfi 3. N-i bilmirik. Y-dəki 1,6 vur 10 üstü mənfi 19'dur. Deməli, 1,6 vur 10 üstü mənfi 19. 10 üstü mənfi 19. Deməli, buradan uşaqlara baxaq. 1,6'nın vergülünü silib atıram, buranı edirəm mənfi 20. 16'lar getdi. 10 üstü mənfi 3'dən 10 üstü mənfi 20 də gəlir. Mənfi 10 üstü mənfi 17. N də bərabər olacaq 1 bölünsün 10 üstü mənfi 17-yə. Buradan da alarıq ki, n bərabərdir 10 üstü müsbət 17. C variantı. 16-da fotoeffekt zamanı metaldan çıxan fotoelektronların maksimal kinetik enerjisi nədən asılıdır? Uşaqlar, düşən işığın tezliyindən asılıdır, dedik intensivliyindən asılıdır və çıxış üçündən də bayaqdan yazırıq. Y foton bərabər, Y kinetik üstəgəl A çıxış, bəli. Enerjinin, yəni nünün sabit qiymətində Y kinetikdən A çıxış, yəni Y kinetik A çıxışdan azalan qrafik kimi asılı olmuş olacaq. Yəni çıxışı artdıqca kinetik enerji azalmış olacaq. Deməli, çıxış üçündən də asılıdır. 1 və 3 B variantı. 17. Fotoeffekt zamanı H-nü çıxılsın, H-nü minimum ifadəsi ilə hansı fiziki kəmiyyət? Sonra H-nü foton enerjisidir, H-nü minimum çıxış işidir. Deməli, fotondan çıxış işini çıxsaq, təbii ki, qalacaq fotoelektronların maksimal kinetik enerjisi. 18. Verilmiş metal katod üçün fotoeffektin qırmızı sərhədi yaşıl işığa uyğundur. Aha. Bu metala hansı rəngli işıqla şülandırırsaq fotoeffekt baş verir? Dedik ki, tezlik. Deməli, fotoeffektin baş vermə şərti nü böyük bərabər olmalıdır, böyük bərabər olmalıdır nü minimumdan. Yaşıl işığa uyğundur. Sıramız belə idi. Qırmızı, narıncı, sarı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Aşağı doğru gələcək, tezliyi artır. Yaşlı uyğundursa əgər buna bərabər və bundan böyüklərdə mavi, göy, bənövşəyidir. Deməli, göy, bir də bənövşəyi 2 və 5. Mavi də var. 2, 4, 5. Deməli, Y variantı. 19-da deməli, fotocəryan şiddətinin gərginliyi asılı qrafiki verilmişdir. Doyma başlayan anda anoda çatan fotoelektronların maksimal kinetik enerjisi nəyə bərabərdir? Aha. Y foton 1 bərabərdir. YU üstə gəlsin, yəni 2YU. 2U. 2 üstə gəlsin, A çıxır. İkinci halda da yenə Y foton 2 üstə gəlinsin bu səfər YU. YU, yəni 6 elektron volt bərabərdir. Y kinetik maksimal üstə gəl A çıxır. Bunlar tərəf-tərəfə çıxanda. Tərəf-tərəfə çıxanda. Deməli, 6Y bərabər olur. Y kinetik çıxılsın 2Y'yə. Hətta uşaqlar olacaq 8 elektron volt B variantı. 20-də foton enerjisini hesablayın. Foton enerjisi H-nüdür və sizə verib nü ilə H-ı 6,6 vurulsun. 5 vur 10 üstü mənfi 34-dən 10 üstü 14 olacaq. 10 üstü mənfi 20. Deməli, 6,6-nı 5-ə vursak olacaq 33 vur 10 üstü mənfi 20 isə 10 üstü mənfi 19-dan verdiyinə görə 3,3 vur 10 üstü mənfi 19 A variantı. Daha sonra 21 hansı zərrəcik elektrik yükünə malik deyil? Uşaqlar, neytron və foton elektrik yükünə malik deyil. Pozitronsa elektron antizərrəcidir. 2 və 3. 21-də olacaq Y variantı. 22-də fotoeffekt zamanı fotoelektronların maksimal kinetik enerjisine düşən işığın tezliyini asılı diaqramı verilmişdir. C nöqtəsinə uyğun tezliyi hesablayın. C nöqtəsinə uyğun tezliyi uşaqlar H-nüdəki, yəni Y fotondakı qiyməti Y foton bərabərdir. Y kinetik üstə gəlinsin A çıxır. A çıxır. Deməli, H-nü bərabərdir. Y kinetik 4 elektron voltdur. A çıxış 2 elektron voltdur. 4-ün üstünə 2 gəlsə olacaq 6 elektron volt. Deməli, burada bizə elektronu verib 1,6 üstü 10 üstü mənfi 9, bir də verib H-ı. H-ın yerinə 6 vur 10 üstü mənfi 34 vurulsun 6 bərabərdir. 6 vurulsun 1,6 vur 10 üstü mənfi 19.
Buradan da hesablamalarımızı aparaq. Deməli, uşaqlar 6'lar getdi hər iki tərəfdən. 6'lar getdi. Biz nəyi tapırdıq? Nünü. Aha, burada nü də var idi. Baxın, uşaqlar, burada nü də var. Buradan da nü nəyə bərabərdir? 1,6 vurulsun 10 üstü mənfi 19 bölünsün 10 üstü mənfi 34'ə. Bunu eləyək 16 vur 10 üstü mənfi 20. 20 ilə 34 gedir. Aşağıda qalır 10 üstü mənfi 14. O da qalxır yuxarı. Olacaq 1,6 vurulsun 16 vurulsun 10 üstü 14. O delir 1,6 vur 10 üstü 15 D variantı. 23'də deməli, verilmiş metod üçün fotoeffektin qırmızı sərhədi 680 nanometr dalğa uzunluğuna uyğundur. Fotoelektronların maksimal kinetik enerjisi düşən fotonun enerjisindən 4 dəfə az olarsa metal üzərinə düşən işığın dalğa uzunluğunu hesablayın. Deməli, uşaqlar, baxaq. Qırmızı sərhəd 680 nanometrdir. Lambda maksimal bərabərdir 680 nanometrə. Fotoelektronların maksimal kinetik enerjisi fotonun enerjisindən 4 dəfə az olarsa Y kinetik bərabərdir Y foton böl 4. Düşən işığın dalğa uzunluğunu, yəni lambdanı hesablayın. Düsturumuz belə idi. Y foton bərabərdir Y kinetik üstəgəl A çıxış. Y kinetikin yerinə Y foton böl 4 yazsaq. Olacaq Y foton və keçirsək sol tərəfi. Olacaq Y foton çıxılsın Y foton bölünsün 4 bərabərdir A çıxışında yerinə HC bölünsün lambda maksimal yazıram. Lambda maksimal. Deməli, uşaqlar, Y fotondan çıxsaq Y foton böl 4 olacaq 3 Y foton böl 4 bərabərdir HC bölünsün lambda maksimala. Və Y foton da yerinə HC böl lambda maksimal yazsaq, hər tərəfdən HC-lər ixtisara gedəcək. Baxın, olacaq 3 HC bölünsün lambda bərabərdir HC bölünsün lambda maksimala. Aha. Deməli, buradan HC-lər getdi. Burada 4 də var idi, uşaqlar. Lambdanı tapanda lambda qalxacaq yuxarı. Bu lambda maksimal da qalxacaq yuxarı. Yəni, belə bir fayda alırıq. 3 vurulsun lambda maksimal. Lambda maksimal da 680 idi. 3 vurulsun 680 bölünsün 4'ə. İndi 680'i 4'ə bölək. Birincisi 2 ixtisar aparaq 2 qalsın. 680'i də 2 ixtisar aparsaq qalacaq 340. 340'da 2 yaparsaq 170. 170'də 3'ə vursaq olacaq 510 nanometr. Cavabınız oldu 510. Deməli, bu neçənci oldu? Bu 23 idi. 24. Fotoeffekt zamanı metal üzərinə enerjisi 4 elektron volt olan foton düşdükdə. Gəlin, verilənləri yazaq. Deməli, sizə burada yazıb ki, 4 elektron volt olan foton düşdükdə. Deməli, foton enerjisi 4 elektron volta bərabərdir. Yazaq. Y foton bərabərdir 4 elektron volt. Fotoelektronların maksimal kinetik enerjisi 1,8. Y kinetik bərabərdir 1,8 elektron volta. Bu metal üzərində foton enerjisi 6 elektron volt. Deməli, bunlar birincidir. Təzədən foton enerjisini verib yazırsınız. Y foton 2 bərabərdir 6 elektron volt. Kinetik enerjisi nə qədər olar? Y kinetik 2 bərabərdir sual. Deməli, uşaqlar, Y kinetiki tapmaq üçün birincidən A çıxışı tapırıq. Çünki metal dəyişməyib, olduğu kimi qalıb. A çıxış nəyə bərabər oldu? Y foton çıxılsın Y kinetikə. Y foton çıx, Y kinetik. Deməli, 4'dən 1,8 çıxsaq, qalacaq 2,2 elektron volt. Çıxış 2,2 elektron volt oldu. Gətirib burada qoyaq yerinə. Kinetik enerji nəyə bərabər olur? Y foton çıxılsın A çıxışa. Y kinetik 2 də bərabərdir. Y foton 2, Y foton 2 çıxılsın A çıxış. Deməli, Y foton 2 6 idi. A çıxışsa 2,2 elektron volt idi. Altdan da 2,2 çıxsaq, qalacaq deməli 3,8 elektron volt. Bu da oldu 24. 25. Fotoelektronun maksimal kinetik enerji çıxışına 3 dəfə böyük olarsa, metal üzərinə düşən fotonun tezliyi qırmızı sərhədə uyğun tezlikdən neçə dəfə böyük olduğunu müəyyən edin. Edək. Deməli, uşaqlar, deməli, kinetik enerji çıxışına 3 dəfə böyüdür. YK bərabərdir 3A çıxış. Foton tənliyi, Einstein tənliyimiz Y foton bərabərdir. Y kinetik üstə gəlinsin A çıxış. Kinetikin yerinə 3A çıxış yazsaq, olacaq burada cəm 4A çıxış. Y fotonun yerinə H nü, A çıxışınsa yerinə H nü minimum yazaq. H nü minimum. Deməli, bizə deyir ki, nü minimumdan neçə dəfə çoxdur? Gördüyümüz kimi 4 dəfə böyük olmuş oldu. Deməli, növbəti məsələmizdə
Deyir, hansı qiymətlər eynidir? Bizə qrafik verir və deyir, və aşağıda verilənlərdən hansılarının qiyməti eynidir? Elektronların sayı dedik, sayı tapırıq i-lə. İlər eyni olmadığına görə deməli n2 böyükdür n1-dən. 1 getdi. Düşən işığın intensivi ilə intensivlik də uşaqlar doyma kimi deməli 2 böyükdür i1-dən. İntensivliyimiz bu da getdi. Düşən işığın tezliyinin, bəli uşaqlar, baxın tezliyi aşağıdakı nöqtəyə uyğun tapırdıq. Deməli 3 doğrudur. Doyma cəryan şiddəti gördüyümüz kimi o da doğru deyil. Fotonun enerjisi 5 doğrudur. Çünki tezlik eynidirsə, Y foton da bərabər olacaq nəyə? H-nüyə. Fotoelektronların maksimal kinetik enerjiləri, bəli, maksimal kinetik enerjilərimizdə Y uləngidici olduğuna görə onlar da bir-birinə bərabər olmuş olar. 3, 5 və 6. 27. Uyğunluğu müəyyən edin. Vakuumda yayılan işığın tezliyini 2 dəfə artırdıqda bu işığa uyğun fotonun Y foton bərabər H-nüdür. Deməli 2 dəfə əgər tezliyi artıbsa, o da 2 dəfə artacaq. 1-ə getdi A. Dalğa uzunluğu. Dalğa uzunluğunu tapsaq uşaqlar. Deməli dalğa uzunluğumuz lambda bərabərdir. S böl nüdür. Vakuumda S sabitdir. H nü ilə tərs mütasib asılı. 2 dəfə artanda bu 2 dəfə azalacaq. B. Sürəti. Vakuumda işığın sürəti dəyişməz. Yəni S ilə yayılır. Ona görə də S. Oldu 1A, 2B, 3 də S. Daha sonra 28. Cədvəldə verilmiş müxtəlif metallar üçün çıxış işlərinin qiymətləri verilmişdir. Kaliumu şüalandırdıqda qopan elektronların maksimal kinetik enerjisi 0,14 elektron volt oldu. Bu şüalarla çıxış işləri cədvəldə verilmiş daha hansı metallar şüalandırdıqda fotoeffektasiyası müşahidə olar. Dedik, fotoeffektasiyası müşahidə olunması üçün düşən foton enerjisi çıxış işinə böyük bərabər olmalıdır. Gəlin birincisi baxaq kaliumda çıxış işi nə qədərdir? Kaliumda çıxış 2,2 elektron voltdur. Kinetik enerjisi 0,4 elektron volt olub. Deməli, Y foton bu ikisinin cəmi idi. Y kinetik üstəgəl A çıxışa bərabər idi. Cəmləsə Y foton bərabər olacaq 2,6 elektron volt. Deməli, bizdən istəyir ki, fotoeffekt müşahidə olunsun. Ya buna bərabər olmalıdır çıxışı, ya da bundan kiçik olmalıdır. Çünki foton enerjisi böyük bərabər olmalıdır. Deməli, çıxışı kiçik bərabər. 2,6-dan kiçiklər litium var. Bir də barium oksid var. Litium və barium oksid. Daha sonra uşaqlar 29. Vakuum fotoelementinin katodun materialı üçün elektronların çıxışı 1,6 vronsuz -19 joldur. Katod üzərinə enerjisi olan işıq fotonu düşdükdə qopan fotoelektronların maksimal impulsunu hesablayın. Deməli uşaqlar, Y fotonun düsturu Y kinetik üstə gəlinsin, Y kinetik maksimal üstə gəlinsin A çıxışdır. A çıxışı verib, Y fotonu verib, bizdən soruşur impulsun maksimalını. Kinetikin də yerinə yazacaq P kvadrat bölü 2. Birincisi buradan kinetiki tapaq. P kvadrat bölü 2 maksimal. Bərabərdir. Y foton çıx, A çıxış. Y foton 3,6-dır, A çıxış 1,6-dır. Çıxanda qalır 2 vurulsun 10 üstü -19 jol. Aha, buradan indi tapmaq lazımdır P-ni. M-i də verib 9 vur 10 üstü -31. P-ni tapanda hər biri düşəcək kök altına. P bərabərdir. Kök altında 2M vurulsun, deməli 2 vurulsun 10 üstü -19. Bu hər 2-dən biri çıxdı, oldu 2. M-in yerinə 9 vur 10 üstü -31 yazsaq 9-dan çıxacaq 3. 10 üstü -31-dən 10 üstü -19. Bunlar da cəmlənir, olacaq deməli 10 üstündə 42. 19 üzrəm 10 üstündə deməli 50. Düzdürmü? Bu oldu 50. 50-dən də çıxacaq 10 üstündə -25. 10 üstündə -25. Aha, bu da oldu 6 vur 10 üstündə -25. Kilogram metr bölünsün saniyə. Daha sonra axırıncı məsələmiz hər hansı monoxromatik şüalamanın təsirlə kaliumdan qopan fotoelektronların aldığı maksimal kinetik enerji 4 elektron voltdur. Eyni şüalanmanın təsirlə sinkdən qopan fotoelektronların aldığı maksimal kinetik enerjisi nəyə bərabərdir? Aha, deməli bizə verib ki, kaliumdan qopan. Kalium 2,2-dir, sink 4,2-dir. Dir kinetik enerjisi nəyə bərabər olar? Düşən fotonun enerjisi sabit olduqda fotoelektronların maksimal kinetik enerjinin çıxışından asılı qrafik qurun və qrafik üzərində qiymətləri qeyd edin. Əgər foton enerjisi sabitsə və bizə deyək ki, foton enerjisi Y foton bərabərdir, Y kinetik üstə gəlinsin, A çıxış. Y kinetik maksimal üstə gəlinsin, A çıxış. Maksimal. Aha. İndi buradan uşaqlar baxaq. Bərabərdir. Y kinetik maksimaldır. Birinci halda 4 elektron volt olub kalium göndərəndə. Cəmliyəndə olacaq 6,12
10-2 elektron volt. Bu birinci halda kinetik enerjimiz idi və aldığımız foton enerjisi və foton enerjisi sabit olduğuna görə sink üçün tapaq ki, görə kinetik enerji nəyə bərabərdir? Kinetik enerjinin maksimal tapanda Y fotondan A çıxışı çıxmaq lazımdır. Y kinetik sink bərabər olacaq Y foton. Y foton neçə aldıq? 6-10-2. Sinkin çıxışı nə qədər? 4-10-2. 6-10-2-dən 4-10-2 çıxsaq olacaq 2 elektron volt. Aha, indi bizdən soruşur ki, uyğun qiymətləri qeyd edin. Gəlin, qrafikimizdə qursaq, birinci halda kinetik enerjinin YK1 özü verib 4 idi. Buna uyğun çıxış deməli 4 olanda çıxış oldu 2,2. Kinetik enerji 2 olandasa, çıxış deməli oldu 4,2. Özü verib bu 4,2-ni və Y kinetikin çıxışını asılı qrafikini qurmaq üçün Y kinetik bərabərdir Y foton çıxışdır. Deməli hansısa qiymətdən azalan qrafik çəkmək lazımdır. Həmin qiymətdəki 6,2, yəni fotonun qiymətindən. Foton da 6,2 tapmışdıq. Bunları da birləşdirək. Baxın buradan belə bir gələn düz xətt olacaq. Bu da oldu sizin qrafikiniz.